Hər vaxtınız xeyir mənim əzizlərim. Söyləməliyəm ki, dünən mən təbibdən, təbib problemlərindən danışdım və bugün artıq xəbərlərdə oxurdum ki, bu yeni qərar tətbiq olunur. Hansı ki, işsizlər və yaxud da ki, rəsmi gəlir mənbəyini göstərməyənlər 16 manat ödəniş eləməli olacaqlar ki, icbari tibbi sığortadan yararlana bilsinlər. Və əgər 16 manatı hər ay ödəməsələr, onda 1 manat 60 qəpik cərimə olunacaqlar. Yəni 16 manatın 10%. Amma burada maraqlı bir məqam var. Ey təbib, tamam, sən deyirsən ki, 16 manat ödəyək, nə gözəl. Mənə uyar, yəni yararlıdır. 16 manat ödəyirsən və ürəyin istəyən zaman gedirsən, sənə təqdim olunan icbari sığortadan pulsuz yararlanırsan, bu sərf eləyir. Amma kimsə bunu ödəmək istəmirsə, onu niyə cərimə eləyirsiniz ki? Cərimə eləmək nə üçün ki? Ödəmir, gedib pulunu verib müayinədən keçəcək də. O pul verib müayinələrdən keçmək elə cərimə kimi bir şey deyil ki. Anlamadım. O cərimə nə üçündür, onu anlaya bilmədim. Yəni, sivil bir ölkədə yaşayırıq. Ürəyi istəyən bunu qəbul edir. Ürəyi istəyən qəbul eləmir. O 1 manat 60 qəpik niyə cərimə eləyirsiniz ki? Bəlkə bir adam, nə bilim, niyə olmalıdır da? İşsizdirsə, bunun gəlir mənbəyi yoxdursa, heç nəyi yoxdursa, bu 1 manat 60 qəpik hardan versin? Nəysə, sözüm onda yoxdur, amma istəyirəm bugün yenidən bu barədə danışım. Çünki bu yaxında başıma bir hadisə gəldi, mənim əzizlərim. Deməli, mənim tibbi sığorta ilə getmişdim, ürək həkimi göndərdi ki, sənə anju lazımdır. Dedim ki, mənə anju mütləqdir. Dedi ki, hər gedin eləsinlər də, yəni təzyiq problemləriniz də həll olunar. Dedim, axı mən biləm, mənim yaşım və səhhətim buna göstəriş deyil ki, məni eləsinlər. Yox, gedin. Nəsə, məni göndərdilər, getdim özəl klinikalardan birinə. Ad çəkmək istəmirəm, hətta anti-reklam da reklamdır. Ən tərifli, özəl, bahalı klinikalardan birinə sığorta ilə getdim. Nəysə, getdim, qalxdım həkimin yanına. Həkim dedi ki, nəslinizdə ürək xəstəsi yoxdur, nə bilim, filan əlamətlər. Deyirəm, valla doktor yoxdur, gəlin sizi yoxlayaq. Nəysə, məni yoxladılar, elədilər, öz başıma gələn nə üçün danışıram? Danışıram ki, ey cəmaat, bilin, lütfən, elə həkim nə deyirsə, qaça-qaça gedib eləməmişdən öncə bir o xidmət haqqında öyrənin. Deməli, mən elədilər, kardioqram elədilər, həkim yenə soruşur, yenə deyirəm ki, ay doktor, valla, piyada 10.000 addım gəzirəm, sonra təngə nəfəs oluram, 10.000 addım 7 kilometr yarımdır. Pəs qalxanda pilləkənləri, deyirəm, doktor, 10-cu mərtəbədə qalıram, 5-ci mərtəbədən sonra təngə nəfəs oluram. Bu da normaldır, 5 mərtəbəyə normal qalxıram. Nə isə, axır mənə qayıtdı ki, gəlin sizə aparat qoşaq, holter aparatı. Məni belə qoşdadılar, yəni yapışqanladılar, aparatı qoşdular və mən gəldim, bir sutka bu aparatda qaldım. 24 saatdan sonra getdim, bu aparatı söktülər, deyirəm ki, doktor, nə göstərir orada kompüterə qoşub? Yox da, siz mənə dəqiq demirsiniz, Deyirəm ki, ay doktor, siz mənə deyin də, mən anju olunmalıyam ya yox, mən anju istəmirəm. Yəni, mən özüm istəmirəm. Amma əgər buna tibbi cəhətdən göstəriş varsa, bu başqa məsələ. Orada artıq mənim istəyib istəməməyim önəmli deyil. Yox, siz mənə dəqiq deyin, bilimdirim. Ay doktor, mən nə idi? Bəlkə mən lalam, bəlkə mən karam. Mən lalam, danışa bilmirəm. Gəlmişəm yanınıza, əlinizdə EXA var, kardioqrama var, holter aparatı var. Siz mənə deyin, hə, yox. Yox, bilirsiniz, məsələ burasındadır ki, düşün aşağı sığortaya. Aşağı sığortaya düşürəm, sığorta deyil, gedin, filan yerdən arayış gətirin. Bəs mən yerdən adam Azərbaycanca danışa bilmirdi, adı bilmirəm. Lala xanım idi, nə idi? Qadının o sığortanın o şöbənin müdürü. Azərbaycanca danışa bilmir. Deyirəm, lütfən Azərbaycanca danışır. Mən harada hansı dildə istəyirəm danışıram. Necə yəni sən ictimai əlaqələr sığorta şöbəsinin müdürüsən. Oturmusan, özəl böyük bir klinikada birbaşa ictimaiyyətlə ünsiyyətdəsənsə, öncə Azərbaycan dilini bilməlisən. Öncə Azərbaycan dilini bilməlisən. Ey qadın! Daha sonra, əgər sən Azərbaycan dili deyilsənsə, əgər sən Azərbaycan dilini bilirsən, amma sənin yanına gələn rus dilidirsə, etika xatirinə onunla rusca danışa bilərsən. Necə yəni, mən ürəyim harada istəyir o dildə danışıram. Əvvəla, Azərbaycan ölkəsinin rəsmi dili Azərbaycan dilidir.
və ictimai ilə birbaşa ünsiyyətdə olan dövlət idarələri, qeyri-dövlət özəl sektorlarda birinci Azərbaycan dilini bilməlidir. Daha sonra rus, İngilis, fransız, nə çox dil bilim, bundan gözəl heç nə yoxdur. Mən Azərbaycanlıyım və sən Azərbaycanca müraciət edirəm. Nəysə, sözüm də onda yox. Get ora, get bura, araş. Nəysə, qalxdım yenə həkimin yanına. Doktor, lütfən mənə söyləyin. Mənə anju lazımdır ya yox? Doktor, mənə nədirsə yaxşıdır mənim əzizlərim. Deyir ki, bəs siz infarkt keçirsəydiniz, biz sizə bunu eləyərdik. Amma infarkt keçirməmişsiniz deyə, bəs sizin ürəyinizi biz elədik birdən anju, damarlarınız təmiz çıxdı. Sığorta bizə 288 manat pul verir, o pulu kim verəcək? Deyirəm ki, necə kim verəcək? Hə, yox, damar təmiz çıxsa sığorta pul vermir. Ona görə biz bunu eləyək, gərək infarkt olasınız ki, deyirəm, doktor, deməli lazım deyil də, verin mənim sənədlərimi, çıxım gedim də. Mən oradan çıxandan sonra orada mənə dedilər ki, siz o sığortaya hörmət eləsəydiniz, doktora hörmət eləsəydiniz, sizə anju eləyəcəkdilər. Mən anlaya bilmirəm, bu sığortadır. Mənim göstərişim yoxdursa, mən niyə anju olunmalıyam? Və gəldim də, yəni çox inandığım, güvəndiyim həkimin yanına getdim, verdim. Sonra baxdı, dedi ki, ümumiyyətlə ehtiyac yoxdur. Yəni bu çox asan bir prosedur deyil. Yəni bu birbaşa ürəyə müdaxilədir, asan bir şey deyil və yəni onu bəlli bir yaşdan sonra ciddi göstərici varsa eləyirlər. Yəni deməyim odur ki, təbib gözəl bir şərait yaradıb ki, insanlar bundan yararlansın. Amma burada cibini güdən həkimlər var. Mənim əzizlərim, siz məni izləyirsiniz. Dünən bu barədə danışdım. Dünən dedim, bəli, insanlar növbə mədəniyyətindən əksəriyyət kənardır. Əksəriyyət özün hara gəldi dürtüşdürmək istəyir. Nə oldu birinci bu olmalıdır. Çoxlarına elə gəlir dünya onun ətrafında fırlanır. Bunu qoyduq bir qırağa. Amma digər tərəfdən tamam, təbibin insanlar üçün yaratdığı bu icbari sığortadan bəzi həkimlər yararlanmaq istəyir. Bunu da bilin. Ona görə sağlamlığınızda olan problemlər varsa, mütləq və mütləq həkimlə məsləhətləşəndə, həkim sizə harasa göndərəndə, hansısa müayinəyə göndərəndə öncə əmin olun, bu sizə lazımdır ya yox. Yəni belə cib dolduran həkimlərə yaxınlaşmayın. Yəni deməyim odur ki, burada yararlanan insanlar var. Görün, neçə nəfər yararlanmaq istəyirmiş. Məni ora göndərən kardioloq, oradakı kardioloq, oradakı nə bilim sığorta, hamısı bir-birinə əlaqəli ilə kim gəldi göndərirlər anjuya ki, nədir, təbii 288 manat pul verəcək. Nəysə, yəni mən bunu elə-belə danışmıram. Başıma gələn hadisəni danışıram. Sizin də başınıza gəlibsə, lütfən mənim YouTube kanalıma abunə olun və yazın, fikirlərinizi yazın. Biz o